İnsanların bacarmıram dediyi bir çox məsələlərin əsl adı tənbəllikdir. Yəni, bacarmıram deyil, istəmirəmdir. Quran-ı Kərim bunu təkidlə vurğulayır ki, tənbəllik eləməyin, feyzə fərəxtə fansab. Bir iş bitən kimi növbəti iş barəsində düşün, ona başla, ona iqdam et. Elə bilmə ki, sənin vəzifən bu işinlə bitib sona çatdı. Adam nə qədər bu dünyada yaşayır, onun işi bitmir. Öləndən sonra işlər bitir. O vaxta qədər tənbəlliyə yer yoxdur. Bir müdrik adamın çox gözəl bir kəlamını eşitdim. Deyir ki, yuxudan duranda, səhər yuxudan oyananda qarşında iki seçim var. Bir seçim budur ki, yenidən yatıb rüya görəsən. İkinci seçim budur ki, qalxıb rüyalarını həyata keçirəsən. Gör, hansı daha ağıllı və daha faydalı, uğurlu hərəkətdir.